düzgün ABC üçbucağının O mərkəzindən, deməli düzgün bir dənə ABC üçbucağımız var. Biraz bax əyri çəkirəm bunu. A'dır, B'dir, C'dir. O mərkəzi. Mərkəz dediyi haradır ki, həm burada diagonal yoxdur, həm burada xarici çəkimi çevrənin mərkəzidir. Həm daxili, həm də elə medianların kəsişdiyi də nöqtədir. Bütün mərkəzlər bərabər tərəflidir, hamısı eyni nöqtədədir. OD perpendikulyarı qaldırılıb. OD. Sonra BD bərabərdir AB-ymiş. BD. Bura tərəfin özüymüş. Aymış. Sonra onda burada biz bu bucağı tapa bilərik, müəllimlər. Bucağı istəyəcək. Qoy buradan bir məlumat verim. Bura nə olurdu? Böyür. Böyür necə tapılırdı? A bölünə ilə? Kök üçünə. Onda burada Pifagor teoremi var. Buranı da tapa bilərsiniz. A vur kök altı 2 bölü 3. İstəsə tapa bilərsiniz. Başa düşdünüz? O bayaqki anlayışdır. İndi nə deyir? ABC və ABD üçbucaqlarının ABC və ABD ABC və ABD üçbucaqlarının müstəvilər arasında qalan bucağı tapın. İndi ABD-ni qururuq. ABD budur. Deməli, bunlar nə olacaq? A, A, A. Niyə A olacaq? Bildiniz? Çünki D nöqtəsindən təpələrə qədər məsafələr eynidir. Sonra da deyir ki, ABC və ABD üçbucaqlarının müstəviləri. İndi ABD-də, ABC-də yerdə. Onda bunların ortaq tərəfi hansıdır? Bunun biraz xəttin azaldım. AB. Bunların ortaq tərəfləri hansıdır bura? AB. Düzdür. Buna nə çəkməliyəm? Düzlük. Hündürlük. Ortaq olur. Bu hündürlük də onsuz da A kök altı 3 bölü 2-dir. Bu ayrı çəkəcəm hündürlükləri. Bu hündürlük də A kök altı 3 bölü 2-dir. Bəs yaxşı DS nə idi? Həmin çöldəki nöqtədən təpiyə qədər nə? Məsafə. Deməli, baba bu bucağı istəyir. İki hündürlük arasındakı bucağı istəyir. Aya 2 versək, aya ilə gəlin 2 verək. Bura kök 3, bura kök 3, burada 2. Belə bir üçbucağı da bu kosinüsü istəyir. Bunu da nə ilə tapaq bizən gözəlir? Kosinuslar teoremi ilə. Kosinuslar teoremi bilməyən varsa yazım mən burada. Bu alfanı istəyəndə bura A idi, bura B idi, bura C idi. Kosinus alfa nəyə bərabər idi? C kvadrat, C kvadrat, çıx A kvadrat böl 2 dənə B'si. Deməli, oradan kosinus alfa nəyə bərabər olacaq? 3 plus 3 çıx 4 böl 2 vur, kök 3 vur, kök 3. Bu da nə edəcək müəllimlər? 6, 2, 2'lər gedəcək, qalacaq 3'də 1. İndi tam anladınız. Bu müstəvilər arasındakı bucaq nə deməkdir? Bəli. Hündürlük Bəli, bəli, hündürlük. Bax, gəldi, düşdü bu da bura. Bax, gəldi, düşdü bura.